14 fevral 1994-cü il çoxlarının bu tarix barədə az məlumatlı olduğu və bəlkə də heç bilmədiyi bir faciəvi hadisə ilə xatırlanır. Sözgedən tarixdə Mural dağı istiqamətində xeyli sayda itkilərimiz olub. Bəzi mənbələrə görə 144 əsgərin şəhid, 111 əsgərin itkin, 1337 əsgərin donaraq öldüyü deyilsə də, Thomas Deval öz məqaləsində Ömər dağı döyüşlərində Azərbaycan ordusunun 4-nə yaxın itki verdiyini qeyd edir. Şəhid olanların çoxu həmin şaxtalı gecədə mühasirədə soyuqdan donaraq həyatlarını itirmişdilər. Soyuq havada dəli olanlar, donan, taliyi bəlli olmayan əsgərlərimizin həyatı bir filmə, bir kitaba, bir əsərə sığmayacaq qədər böyük bir faciə ilə xatırlanır. Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatı dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə hündür Mural dağı silsiləsi boyunca həyata keçirilmişdir. Hərbi əməliyyata 1993-cü ilin dekabrında start verildi. Azərbaycan qüvvələri Mural dağı silsiləsindən irəliləyərək bütün şimal cəbhəsi boyunca hücuma keçir. Alaxançallı və Zilan kəndlərindən irəliləyən 3 saylı Azərbaycan batalyonu Murala doğru hərəkət edirdi. Gərək Əsədovun rəhbərlik etdiyi 5 saylı Azərbaycan batalyonu 28 dekabrda Mural silsiləsindəki meydan düzünə doğru irəliləyərək meydançay əməliyyatına start verir. Onlar erməni mövqelərinin arxasına keçmək üçün gecək güzgü keçidinin sağ tərəfindən Koroğlu dağından keçməyə mail olurlar. 5 saylı Azərbaycan batalyonu 1 yanvar 1994-cü ildə erməni qüvvələrini darmadağın etdikdən sonra Yanşaq və Zallar kəndləri yaxınlığında mövqe qurur. 3 saylı Azərbaycan batalyonu Ömər keçidinə doğru hərəkət edir, ərazi nəzarəti və ermənilərin Vanadzor alayının təlimsiz əsgərlərini məğlub edərək ərazini ələ keçirir. Onlar aşırımdan keçərək 31-46 yüksəkliyinə hücum edirlər. Təpədəki erməni hərbi postu Azərbaycan qüvvələrinin əsas həmləsini dəf etməyə nail olsalar da, ordumuz tezliklə təpənin nəzarətini ələ keçirərək erməni qüvvələrini ərazidən qovur. 2 və 3 saylı Azərbaycan batalyonları meydan düzünə köçürülür və 5 saylı Azərbaycan batalyonu ilə birlikdə erməni qüvvələrinə arxadan hücum edir. Ermənilər bu həmlədən sonra tezliklə geri çəkilir. Bundan sonra Azərbaycan hərbçiləri Ömər aşımını minalardan təmizləyir və meydan düzündə bir batalyon mühafizə zonası qurur. 2 yanvarda 3 saylı Azərbaycan batalyonu ağır döyüşlərdən sonra Bozlu, Babaşlar və Təkəbəyə kəndlərini işğaldan azad edir. Eyni zamanda 2 saylı Azərbaycan batalyonu Yanşaq kəndi istiqamətində hücuma keçir, lakin hücum uğursuz nəticələnir. Erməni qüvvələri daha sonra əks hücuma keçir və itirilmiş kəndlərin nəzarətini geri alır. 3 saylı Azərbaycan batalyonu mühasirəyə düşməmək üçün Daşkəsən rayonunda yerləşən əvvəlki mövqələrinə doğru çəkilir. 4 yanvarda 3 saylı Azərbaycan batalyonu yenidən Mural silsiləsinə keçərək əvvəlki mövqələrinə doğru irəliləyir. Ali komandanlıq ilkin uğursuzluqlar səbəbindən Azərbaycan qüvvələrinə rəhbərlik edən bir sıra zabitləri dəyişməli olur. Feyruz Alışov 3 saylı Azərbaycan batalyonu, İntiqam Məhrəmov isə 2 saylı Azərbaycan batalyonunun komandirləri təyin edilir. Bir neçə gün sonra Azərbaycan Müdafiə Naziri Məmməd Rəfi Məmmədov 701 saylı motoatıcı briqadanın komandiri Valeh Rəfiyevi vəzifəsindən azad edərək onun yerinə Salih İlyasovu təyin edir. Rəfiyev daha sonra bildirmişdir ki, bu qərarda Azərbaycan prokuroru Əli Ömərov və Milli Məclisin spikeri Rəsuliyevin böyük rolu olmuşdur. Azərbaycan qüvvələri yanvar ayının ortalarında Mural silsiləsini aşaraq növbəti dəfə hücuma keçir. 16 yanvarda 1 və 3 saylı Azərbaycan batalyonları Susuzluq dağını işğaldan azad edir. Azərbaycan qoşunları buradan Meydançay və Yanşa əraziləri üzərindən atəş nəzarətinə malikdir. Ertəsi gün 2 saylı Azərbaycan batalyonu Meydançayın şərqində yerləşən Şişqaya yüksəkliyini işğaldan azad edir. 19 yanvarda isə 5 saylı Azərbaycan batalyonu Qızılqaya yüksəkliyinin nəzarətini ələ keçirir. Ertəsi gün 5 saylı Azərbaycan batalyonu Bağırsaq kəndini, 1 saylı Azərbaycan batalyonu Yanşaq kəndini, 3 saylı Azərbaycan batalyonu isə Susuzluq kəndini işğaldan azad edir. Beləliklə, erməni qoşunları yanvar ayının sonunda Kəlbəcər rayonunun dərinliklərinə çəkilmiş məcburiyyətində qalırlar. 21 yanvar
Qamışlı kəndinə daxil olan 2 saylı Azərbaycan batalyonu çiçəkli yüksəkliyini ələ keçirir və beləliklə Kəlbəcər, Ağdərə, Laçın yolu nəzarətə götürülür. Eyni zamanda 5 saylı Azərbaycan batalyonu Bağırlı kəndi istiqamətində hücuma keçir. Ertəsi gün Azərbaycan qüvvələri Canşaqbinə və Qasımbinəsi kəndlərinin işğaldan azad edilməsinə nail olur. Azərbaycan qüvvələri strateji mərkəzini və oradan keçən yolun nəzarətini ələ keçirərək mövqələrini daha da möhkəmləndirir. Azərbaycan ordusu tərəfindən Kəlbəcərə hücum əməliyyatı 23 yanvarda 3 saylı Azərbaycan batalyonunun Çəpli kəndində bir erməni batalyonu mühasirəyə alması ilə davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri 3 tank, 4 piyada, döyüş maşını və ZS-124 Şirka zenit raket kompleksini qənimət kimi ələ keçirilir. Erməni qüvvələri əks hücuma keçir və ertəsi gün Çəpli kəndini nəzarətə götürür. Lakin 27 yanvarda onlardan kəndəki mövqelərini yenidən kənarlaşdırılmasına nail olur. Qaçan erməni qoşunları Seyidlər kəndinə doğru geri çəkilmək məcburiyyətində qalır. Beləliklə Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycanın nəzarətinə keçir. Kəlbəcər rayonu ərazisində daha dərinliklərinə doğru irəliləyən Azərbaycan batalyonları ertəsi gün Qanlıkənd, Bozlu, Babaşlar, Keçəqaya, İlyaslar və Çoxurlu kəndlərini ələ keçirir. 2 gün sonra Seyidlər, Lev, Dəmirçidən və Cəmili kəndləri işğaldan azad edilir. Azərbaycan komandanlığı daha sonra 5 saylı Azərbaycan batalyonuna düzdüş birliyinə doğru irəliləməyi, 1 və 3 saylı Azərbaycan batalyonlarına isə Zod ətrafındakı yüksəkliklər tutmaq üçün göstəriş verir və əməliyyatlar Kəlbəcər şəhərinə qarşı hücuma hazırlıq edir. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər rayonunun təxminən 30% işğaldan azad etmişdir. 1, 3 və 4 saylı Azərbaycan batalyonları qərbdə Ermənistanla sərhəddə yaxınlaşaraq Cəmili, Dəmirçidən və Qanlıkənd xətti boyunca mövqelər qurmuşdur. Mərkəzi qüvvələr Qamışlı, Çiçəkli yaxınlığında mövqe qurmuş 2 saylı Azərbaycan batalyonundan ibarət idi. Şərqdə isə 5 saylı Azərbaycan batalyonu Bağırlı kəndində mövqe tutmuşdur. Azərbaycan ordusunun geri çəkilmə əməliyyatına erməni qüvvələrinin fevral ayının əvvəllərində yenidən toparlanmağı ilə başlayır. Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi rəhbərliyi Əsgəran özünün müdafiə dairəsinin komandiri Vitali Balanasyan tərəfindən koordinasiya edilən və Xankəndində yerləşdirən Mərkəzi Özünü Müdafiə qrupunu Kəlbəcərdə əməliyyata cəlb edir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi bu qrupun baş qərargahını Ağdərəyə köçürür. O dövrdə Serj Sarkisyan, Ermənistanın Müdafiə naziri Robert Köçəryan isə Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri idi. İlkin plana görə erməni qoşunları Çiçəkli yüksəkliyini ələ keçirməli idi. 2 fevralda erməni qüvvələri şərqdən Qamışlı kəndinə hücum etsələr də 2 saylı Azərbaycan batalyonu onları dəf edir. Ertəsi gün erməni qüvvələri yüksəkliyə hücum edir, lakin 2 saylı Azərbaycan batalyonu mövqələrini müdafiə edir və hücum edən erməni qoşunları geri çəkilməyə məcbur edilir. Buna baxmayaraq 6 fevralda erməni qüvvələri Çiçəkli yüksəkliyini tutur, lakin 2 gün sonra yenidən itirirlər. Bu vaxt 1 və 3 saylı Azərbaycan batalyonlarına hücumlarını davam etdirmək və Zod kəndi ətrafında yüksəklikləri işğaldan azad etmək əmri verilir. Çiçəkli yüksəkliyi yaxşı müdafiə olunurdu. Bu səbəbdən erməni qoşunları Ağdərədən gələn təzyiqi artırır, erməni komandanlığı diqqətini yüksəkliyin şimal-şərqində yerləşən yüksəkliklərə yönəltmək məcburiyyətində qalırdı. Bunlar Çiçəkli yüksəkliyi üzərindən Kəlbəcər Gəncə yolunu və Ömər Aşırmana gedən yolun nəzarətə götürür. 11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək 2071 yüksəkliyini və Bağırlı kəndi ətrafında yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olur. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də onlar hər dəfəsində uğursuzla nəticələnir. Erməni qüvvələrinin hücumlarını davam etdirərək Ağqaya və 2868 yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər Aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı motor atıcı briqadanı mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmə əmri verilir.
Cəmli kəndindəki erməni qüvvələri Alışovu əsir götürür. Azərbaycan qüvvələrinin əməliyyatdan əvvəlki mövqelərini aparan əsas yol erməni qüvvələrinin nəzarətində olduğundan Azərbaycan qoşunları dar susuzluq Təkəbəyə Avropa yolu ilə geri çəkilmək məcburiyyətində qalır. Azərbaycan tərəfi bütün ağır texnikaları tərk edirlər. Yüzlərlə əsgər donaraq ölür və ya itkin düşür. Bəzi əsgərlər soyuqdan isinmək üçün pencəklərini yandırır, donulmadan ölənlərin cəsədləri isə döyüş bölgəsində qalır. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri mahnı oxuyaraq donmuş çaylarda üzməyə başlayır. Yerdə oturanlar yerlərində donaraq ölür. Erməni qüvvələrinin uçqun yaratmaq üçün dağ zirvələrinə atəş tutur və nəticədə bir çox Azərbaycanlı hərbiçi şəhid olur. Azərbaycan qüvvələri fevralın 20-sinə qədər geri çəkilir. Erməni tərəfi 2 Azərbaycan briqadasını mühasirəyə almağa nail olur. Azərbaycan qoşunları təminat xətlərinin açılması üçün Xanlar rayonunda erməni mövqələrinə bir neçə dəfə uğursuz hücumlar həyata keçirirlər. Deval erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını qıraq raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir. Təkcə bu həmlə nəticəsində 1500-ə yaxın Azərbaycan askeri qəhrəmancasına şəhid olur. Kəlbəcər əməliyyatı 1-ci Qarabağ müharibəsinin ən ölümcül hərbi əməliyyatlarından biri hesab edilir. Əməliyyat zamanı həm Azərbaycan, həm də Ermənistan qüvvələri ağır itki vermişdir. İngilis jurnalist Thomas Devalın sözlərinə görə Azərbaycan tərəfi Ömər keçidində keçirilən hərbi əməliyyatlar zamanı 4000-ə yaxın, Ermənistan tərəfi isə 2000 hərbiçisini itirmişdir. Deval döyüş əməliyyatları nəticəsində bir neçə il sonra Murov silsiləsinə səyahət edənlərin hələ də donmuş təsəvvürlər tapdıqlarını qeyd etmişdir. Sonraki illərdə ermənilər Ömər aşımında şəhid olan Azərbaycan əsgərlərinə aid yüzlərlə qırmızı bilet toplamışdır. Ermənistan televiziyasının çəkiliş qrupu onları ictimai yayım üçün lentə almışdır. Deval bunu müharibənin ən narahat edici səhnələrindən biri olaraq təsvir edir. Azərbaycan tərəfində itkilərin xeyli hissəsi qonğurunun və tutqunlar nəticəsində baş verir. Döyüşün nəticəsində erməni silahlı qüvvələri Kəlbəcərdəki mövqələrini qorumuş və Murov silsiləsindəki Ömər və Gürcü keçidlərini ələ keçirmişdilər. Hücum əməliyyatı zamanı verilən itkilərin miqyası 1994-cü ilin may ayında İşkeş protokolunun imzalanmasına və müharibənin sona çatdırılmasına səbəb olmuşdur. Azərbaycan hücum əməliyyatı zamanı çox çətin qış şəraitində həyata keçirilmişdir. Bundan əlavə Azərbaycan silahlı qüvvələri mühasirəyə alınma təhlükəsi ilə üzləşərək çox riskli bir əməliyyata başlamışdı. 701 saylı moto atıcı briqada Azərbaycan silahlı qüvvələrinin Murov silsiləsinin o tayındakı mövqələrindən çox uzaqlaşmışdı. Bu qışda keçidlərdən irəliləyən qoşunların təminatında problem yaradırdı. Azərbaycan əməliyyatda iştirak edən Azərbaycanlı birləşmələrinin məhdud sayda olması yararlı əsgərlərin və zədələnmiş hərbi texnikanı təxliyə etməyi və əlavə qüvvənin gətirilməsini çətinləşdirmişdi. Bu arada erməni hərbi rəhbərliyi Dağlıq Qarabağda Kəlbəcərə əlavə qoşun gətirə bilirdi. Azərbaycan silahlı qüvvələrinin Ağdərə istiqamətində vuruşan qüvvələrinə dəstək verə bilməməsi onların vəziyyətini daha da azınlıqlı vəziyyətə salırdı. O vaxtki dövrdə Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadiqov idi. Strateji cəhətdən qış ayları üçün əlverişsiz hesab edilən Kəlbəcərə hücum etmək qərarına kimin gəldiyi isə bugünədək hələ də məlum deyil. Azərbaycanın keçmiş müdafiə naziri Məmməd Rəfi Məmmədov daha sonra bu qərarı axmaqlıq adlandırmış, o vaxt buna qarşı olduğunu söyləmişdi. Məmmədovun sözlərinə görə bəzi siyasi liderlər Azərbaycan Respublikası Müdafiə Şurasını Kəlbəcərə hücumun uğurlu olacağına inandıra bilmişdi. Azərbaycanın keçmiş batalyon komandiri Gəray Əsədov isə işdə həyata keçirilən bu hücum əməliyyatının tamamilə səhv olduğunu qeyd etmişdir. Onun sözlərinə görə əməliyyat yayda keçirilsəydi, erməni qüvvələri Ağdam və Füzuli rayonlarını işğal edə bilməyəcəkdi. Ermənistan tərəfinin Murovdakı qüvvələri çox az saylı idi və buradan edilən hücum onların vəziyyətini ağırlaşdıracaqdı. Bu, Ermənistan rəhbərliyinin Ağdam və Füzulidən geri çəkilmə əmri verməsinə səbəb olacaqdır. Azərbaycanın o vaxtki Müdafiə Nazirinin müavini Leyla Yunus dövrünün komandirlərini pis vəziyyəti daha da pisləşdirməklə günahlandırmışdır. Onun sözlərinə görə Azərbaycanın baş qərargah rəisi Nəcməddin Sadiqov hava şəraitinin pisləşməsi səbəbindən hücumu təxirə salmaq əvəzinə əməliyyata start vermişdir. O, bunu bir zabitin ala biləcəyi ən əxmaq qərar adlandırmışdır.
Azərbaycanlı araşdırmacı Tural Həmidin sözlərinə görə baş qərargah rəisi general-mayor Nəzməddin Sadiqov hərbisi kimi əməliyyatın faciəvi şəkildə başa çatacağını başa düşməliydi. Çünki qışda demək olar ki, 3700 metr yüksəklikdə ordu uğurla hərbi əməliyyatlar keçirə bilməzdi. Onun sözlərinə görə 701 saylı mühafizəçi briqada bölmələri hündür dağlarda qış əməliyyatları üzrə xüsusi təlim keçməmiş, dağ və ya xizək avadanlığı ilə təchiz olunmamışdı. Bütün əməliyyatından sonra Azərbaycanda cinayət işi başlanmışdır. 1995-ci ilin iyunun 29-da avqustun 18-nə də Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası Şahin Rüstəmovun sədrliyi ilə əməliyyatın uğursuz olması ilə bağlı məhkəmə prosesinə nəzarət etmişdir. Məhkəmənin hökmü ilə briqada komandiri Salih İlyasov 7 il, batalyon komandiri Gəray Əsədov 6 il, batalyon rəisi Cəlil İbrahimov isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Briqada komandirinin müavini Nərman Zeynalovun işi əlavə araşdırma üçün hərbi prokurorluğa qaytarılmışdır. Tariximizin qürurlu səhifələrində olan 2-ci Qarabağ müharibəsi zamanı Muradlı silsiləsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.